Salam aleykum. Bizim bugünkü dərsimiz qrammatika bölümündən 6-cı dərsdir. Yəni Mədənə 1 dərsidir, 6-cı dərs. Biz bu dərsimizdə qadın cinsinin əlamətlərini öyrənəcəyik. İlk öncə onu deyək ki, ərəb dilində 2 qrammatik cins var. Kişi cinsi müzəkkər adlanır, qadın cinsi müənnəs adlanır. Və biz belə bir qayda keçirik bu dərsimizdə: qadın cinsinin əlamətləri. Biz burada qadın cinsinin 4 əlamətini öyrənəcəyik. Birinci, canlılarda törəyə bilən, nəsil artıran qadın adları, bunlar qadın cinsinə aiddir. Misal olaraq Məryəm, Fatimə, Ayşə və s. İkinci isə əgər bədən üzvlərimizdən hər hansı bir, belə deyək də, bədən üzvlərimizdən cüt olanlar, onlar da qadın cinsindədir. Məsələn, 2 gözümüz var deyə artıq qadın cinsində biləcəyik. 2 ayağımız var deyə artıq qadın cinsində biləcəyik. Sonra 2 qulağımız var deyə artıq qadın cinsində biləcəyik. Yəni bunlar artıq qadın cinsinin əlamətləridir. Sonra qadın cinsinin əlamətlərindən üçüncüsü sözlərin sonunun təmərbutə ilə bitməsidir. Yəni cansız əşyalarda sözlərin sonu təmərbutə ilə bitirsə, artıq bu da qadın cinsinə aiddir. Mədrasətun, səatun, cəmiətun, həqibətun. Bax, bu kimi sözlər artıq qadın cinsinin əlamətidir. Bir də dördüncüsü ərəblərdən eşitdiyimiz səmai isimlərdir. Məsələn, bax, burada da misalı verir: qazan kimi, günəş kimi və s. Qarşımıza çıxacaq yeniləri. Bu qadın cinsinin əlamətləridir. Və qadın cinsinin işarə əvəzliyi həzihidir. Biz həzəni kişi cinsində öyrəndik. Dedik, qadın kişi cinsinə aiddir, yaxını bildirir, tək üçün istifadə olunur. Burada da qadın cinsinin işarə əvəzliyi həzihidir, təkdədir, yaxını bildirir. Və bu həzihi mənası da elə bu deməkdir. Məsələn, biz əvvəl deyirdik ki, həzə, məsələn, məscidun, bu məsciddir. Artıq, məsələn, hər hansı bir cansız isim gəlirsə, sözün sonunda təmərbuta varsa, artıq biz onu deyəndə həzihi mədrasətun, bu məktəbdir deyə tərcümə edəcəyik. Sonra, bu dərsimizdə cümlə və onun növlərindən danışır. Cümlə ümumiyyətlə bitmiş bir fikri ifadə edir. Söz birləşməsi isə hər hansı 2 müstəqil sözün birləşməsindən əmələ gəlir. Bizim bu dərsimizdə bitmiş fikir, yəni cümlə dedikdə bitmiş fikir nəzərdə tutulur. Ərəb dilində cümlənin 2 növü vardır: ismi cümlə, bir də fe'li cümlə. Əgər hər hansı bir isim və yaxud da hər hansı bir cümlə, belə deyək, isimlə başlayırsa, bu artıq ismi cümlə olur. Və ismi cümlə mübtəda və xəbərdən ibarət olur. Əvvəl mübtəda gəlir, sonra isə xəbər gəlir. İndi isə burada ismi cümlənin növlərini göstərir. Məsələn, misallar verir. Belə deyək, məsələn, kitab yenidir. Baxın, burada bir-birlərindən uzlaşmalıdır. Kitab təkdə olduğuna görə artıq onun xəbərdə təkdə olmalıdır. Məsələn, mübtəda öndə gəldi. Məsələn, əl-kitabı artıq kitabdır. Bunun xəbəri isə cədidundur. Və yaxud da, baxın, burada hərf-cərlə cümlə gəlib ikinci misalda. Əl-kitabu aləl-məktəbil müdərrisi. Burada artıq əl-kitabu mübtəda olur. Aləl-məktəbil müdərrisi isə artıq xəbər olur. Sonra, məsələn, aşağıdakı 3-cü misalda Həmidun zəhəbə iləl bəyti. Artıq burada Həmiddən sonra yenə də fe'l gəlib və bu yenə burada Həmid mübtədadır, zəhəbə iləl bəyti isə xəbər olur. Bu da bizim cümləmizdə olan bir növdür. Deməli, bu 3 dənə gördüyünüz misallarda həm belə deyək, müfrad, yəni tək xəbər var. Sonra məsələn mübtədadan sonra gələn şübhə cümlə var. Bir də üçüncü belə deyək ki, misalda da xəbər cümləsi var.
Yəni baxın burada əl-kitabu cədidun. Əl-kitabu daha sonra gələn söz, yəni bu təşdədir. Sadəcə təş bir dənə məsələn yenidir sözün verib. Təşdədir. Amma aşağıda baxın, mübtədadan sonra isə gələn söz aləl məktəbil müdərrisi, bu şibh cümlə olur. Yəni hərf-i cər və yaxud da zərflərlə işlənən cümlə artıq şibh cümlə adlanır. Üçüncüsü isə, üçüncü misalımızda mübtədadan sonra xəbər cümlə gəlib. Baxın, xəbərlə başlayan artıq bir cümlə gəlib. Bu da artıq xəbər cümlə olur. Sonra bizim buradakı qaydalarımızdan baxaq görək nə var. Deməli, fe'li cümlə də fe'llə başlayır. Məsələn, belə deyək də, deyək ki, bir cümlə var. Bu cümlə fe'llə başlayır. Misal olaraq deyirəm ki, zəhəbə Həmidun iləl mədrəsəti. Artıq baxın burada mən zəhəbə fe'llə başladım. Artıq burada fe'li cümlə oldu. Amma deyə bilərəm ki, məsələn, Həmidun zəhəbə iləl mədrəsəti. Məna cəhətdən bir fərqlilik yoxdur. Amma ki, fərqlilikləri odur ki, yəni mənalarında bir fərq yaranmır. Sadəcə cümləmin ismi və yaxud da fe'li cümlə ilə başlanmasıdır. Yəni təhlil edəndə belə deyilir. Sonra bizim bu dərsimizdə li hərf-i cərindən danışır. Li hərf-i cəri sahiblik və maliklik bildirir. Mənaları çoxdur. Üçün var, ötürü var, üzərində var, a, ə, ya, yə, ın, in, un, ün var mənalarında istifadə olunur. Sonra məsələn əl artikli ilə də məsələn əgər bir li hərf-i cəri əl artiklına qoşulursa burada əlif atılır. Məsələn li hərf-i cəri üstə əl-müdərrisu sözü. Çünki əl-müdərrisu sözündə də əlifləm var. Burada əgər mən desəm müəllimindir, artıq burada li hərf-i cərindən sonra gələn isim daha doğrusu əlif atılacaq. Olacaq lil müdərrisi, yəni müəllimindir, müəllimə aiddir, müəllimə məxsusdur. Bu cürlə tərcümə olunacaq. Sonra ikincisində də həmçinin art təkcə deyir, məsələn burada ləm hərfi ilə başlayırsa əgər söz, o zaman li hərfi cəri daxil olanda da, yəni əlif deyil, həm də ləm hərfi də düşür. Əgər sözün önündə bu cürlə başlayırsa. Üçüncüsündə də ki, deyir ki, li hərfi cəri sual əvəzliklərlə də işlənə bilir. Məsələn, mən sual əvəzi ilə işlənəndə limən, kimin bu kimi tərcümə olunur. Bu da bizim 6-cı dərsin qrammatik bölümü.